Bakuez.
Görə də onun bu təhsilə zəhmət verməsi mənim gözümdə həmişə bilirsiniz nə yaradır? Bir hörmətlə yanaşıram ki, bu zəhmətkeş qızdır. Yəni, nə təhsilindən geriyə qalır, nə təsvirincə sənətə, mən elə bilirəm ki, o nəyə əl atsa, o iş onun əlindən gələcək, mütləq gələcək. Mən çox düşünürdüm, Təranəyə nə hədiyyə edeyim, dünənləri sadəcə olaraq kitabxanamda bu dünya muzeylərin şedevrlarıdır. Mən istəyərdim ki, sənin də sərgilərin bu dünya muzeylərdə keçirilsin, Təranə. Bir də dünənləri fikirləşdim, bir sözlə o qızı nəfər tamamlalarla Nizaminin, Dahi Nizaminin sözləri yadına düşdü. Zəhmət fəryat deyildi, bir şadlıqdır insana. Zəhmətin ahırı rahatlıqdır insana. Mən də bütün müəllimlərin sözlərinə qoşuluram, amma bir müqayisə eləmək istəyirəm. İxtisasca mən dil ədəbiyyat müəllimiyəm və düşünsək ki, incəsənətin hər ikisi incəsənətin bir sahəsidir. Lakin ədəbiyyat söz təsvirdir, rəssamlıq isə rəngli boyalarla təsvirdir. Mən bu rəsmlərdə Təranənin böyük ürəyini gördüm, yəni onun daxili aləmini, dünyasını gördüm. Əgər rəsmlərə baxsaq, diqqətlə baxsaq, Natəva mənim dediyim kimi, yəni milli ornamentlərin təsviri ilə yanaşı, biz orada təbiət təsvirinə, sonra bu ictimaiyyətdə olan müxtəlif xəstəliklər, yolsuzluq xəstəliklər, insanları mənfi tərəfə aparan bir çox xəstəliklərə yoluxmanın təsvirini gördük. Və ən əsası, mən Təranənin rəsmlərində bir ümid gördüm. Yəni, təsvirlərə fikir versək, məsələn, orada oturacaqlar qoyulur və orada digər birində tək gül qoyulur və o hara gedir çıxır? Yəni, bir ümidə, bir işığa, yəni nəticədə nə çətinlik olsa, nə bir hədəf olsa, nəticədə o hədəfə, yəni o nöqtəyə, o işığa, o nura çatacağımızı göstərir və hər birimiz əziz şagirdlər, demək istəyirəm ki, hər birimizin daxilində bir hədəf olmalıdır, bir məqsəd olmalıdır və biz millətimiz, xalqımız naminə o hədəfə doğru irələməliyik. Təşəkkür edirəm Təranə sənə, Oğlanın dairəsində. İstəyərdim ki, şagirdlərimiz də sərgimizə baxsın və sərgiyə olan münasibətlərini şagirdlərimiz də bildirsin. Mən ilk növbədə bütün müəllimləri salamlayıram və bugün burada iştirak etdiyim üçün bir qürur hissi duyuram özümdə. İlk növbədə Təranəni bu sərgi münasibətlə təbrik edirəm. Sərgiyə ilk baxışdan hər bir rəsm əsəri, rəsm tablosu insanı cəlb edir. Hər bir rəsm əsərində insana müəyyən bir məna kəsb edir. Mənim diqqətimi çəkən rəsm əsərlərində gözəlliyi var. Ən çox diqqətimi cəlb edən rəsm əsəri isə Alov filmləri formasında təsvir olunmuş rəsm əsəridir və burada qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycanın təsvir olunmuşdur. Rəsm əsərinin arxa fonunda üç rəngli dövlət bayrağımız təsvir olunub və onun göy fonunda Azərbaycanın keçmişi və indiki müasir dövrü təsvir olunmuşdur. Burada keçmişimiz Qız Qalasının, müasir dövrümüz isə Kristal Holu timsalında təsviri boyalarla çox gözəl bir şəkildə etdirilir. Və o günlərdən orada dövlət bayrağımızla yanaşı Azərbaycanın dövlət geribi də təsvir olunur. Sümbül Abtalı yarpaqları Azərbaycanın bol bərəkətli, möhkəm, tapdanılmaz və basılmaz bir məmləkət olduğunu sübut edir. Bir sözlə sərgini çox bəyəndim. Sərgi ilk baxışdan düşünürəm ki, hər bir insana xoş təsir bağışlayır. Daha məktəbimizdə belə sərgilər keçirilir və həmin sərgilərə uyğun olaraq da şagirdlərin rəyi öyrənilir. Bugünkü sərgimiz isə sərgilidir.
yəni bugün burada iştirak etmənizin səbəb 16 şagirdi təranənin fərdi sərgisini təşkil edir. Ayrı-ayrı əlamətdar və tarixi günlərdə geniş miqyaslı və ümumi tədbirlərin keçirilməsi yanaşı belə ayrı-ayrı şagirdlərin fərdi sərgilərin təşkili düşünürəm ki, biz şagirdlərin dünya görüşünün, fikri inkişaflarının formalaşmasında mühüm əhəmiyyətə malikdir və bu biz şagirdlər üçün bir stimul mənbəyidir və sonda təranəyə təşəkkür edirəm və onu bir daha təbrik edirəm. Için çox şadam. O öz əsərlərini müxtəlif mövzularda, müxtəlif janrlarda yaratmışdır. Əsasən də vətənpərvərlik mövzusunda yaratdığı rəsm əsərləri mənim diqqətimi daha çox cəlb etmişdir. Onun bir əsəri haqqında öz fikrimi bildirmək istəyirəm. Burada sanki təbiətlə yanaşı milli atributlarımız da təsvir olunmuşdur. Yəni bayrağımız, gerbimiz verilmişdir. Səma türklüyümüzü bildirən mavi rəngə, qırmızı rəngli ağac və onun üzərindəki ayparı və 8 güşəli ulduz isə sülhsevərliyimizi, müstəqilliyimizi, demokratiyamızı bildirən qırmızı rəngə, təməlliklər isə İslam yolunda gəldiyimizi, müsəlman olduğumuzu bildirən yaşıl rəngə nişanədir. Ağacın qırmızı rəngdə verilməsi isə təsadüfi deyildir. Fikrimcə bu müstəqilliyimizin yenilməz, möhkəm və daimi olduğunu bildirilməsidir. Sünbil isə bildiyimiz kimi ruzi bərəkət rəmzidir. Bu isə respublikamızın hər zaman ruzili, bərəkətli, sülhsevər və qonaqpərvər olmasına nişanədir. Rəsm əsərində gördüyümüz kimi üç rəngli bayrağımız dağın zirvəsində təsvir olunmuşdur. Bu isə hər zaman respublikamızın digər dövlətlərdən fərqlənməsinə və hər zaman yüksəklərdə olmasına bir nişanədir. Ən sonunda isə təranəyə bu sənət yolunda uğurlar arzulayıram. Hər zaman belə sərgilər daim olsun. Biz bugün təranənin Fırçanın dili ilə adlı sərgisində iştirak etdik. Bütün rəsmləri ayrı-ayrı aydınlaşdıranda, araşdıranda hər bir rəsmin ayrı-ayrı mənası var və hər bir rəsm ayrı-ayrılıqda bir məna kəsb edir. Məncə bütün rəsmlərdə, sözün həqiqi mənasında bütün rəsmlərdə təranənin fırçası danışmışdır. Mənim isə bu sərgidə ən çox diqqətimi cəlb edən rəsmlər isə mənzərə janrında olan rəsmlərdir. Burada olan, bu janrda olan əsərlərdə rəng tonları bir-birini çox düzgün tamamlayır, bir-birini çox düzgün tamamlayır. Ən sonunda isə təranəyə bu arzularımı bildirmək istəyirəm. İnşallah sənin bütün rəsmlərin muzeylərdə yayınlansın. Bizə həmin təkliflər iştirak edir. Bugün tədbirdə təranənin sinif yoldaşları da iştirak edir. Həm də bildiyimiz kimi bu ayda təranənin ad gündə keçirilmişdi. Onun üçün sözü veririk onun sinif yoldaşı Kənana. Təbriklər üçün Kənan buyur. Demək olar ki, təranənin üzünü 10 ilci valideynlərindən daha çox görmüşük. Onu da yaxından tanımağa daha çox fürsətimiz olub. Buna görə də təranə həqiqətən həm mədəniyyət, həm oxumaq, həm bilik baxımından məktəbin məncə ən nümunəvi şagirdlərindən biridir. Təranə bizim sinif yoldaşımız olduğu üçün çox şanslıyıq məncə. O ilə fəxr edirik. Təranə təkcə bizim fəxrimiz deyil, bütün məktəbin, bütün ailəsinin fəxridir məncə. Və onu təbrik etmək üçün sinifimiz adından Təranəyə bir hədiyyə vermək istəyirik. İndi isə sözü hörmətli direktorumuz olan Maksud müəllimə verək. Bugünkü tədbirimiz
xarakterinə görə əvvəlki tədbirlərimizdən müəyyən qədər fərqlənir. Adətən biz müxtəlif tədbirləri həmişə keçirmişik, görmüşük. Ancaq bu tədbir qeyri-adiliyinə görə həqiqətən də digər tədbirlərdən fərqlənir. Əgər mətbuatı izləyirsinizsə, televiziyaya baxırsınızsa, həmişə məktəblərdə müxtəlif cür tədbirlərin keçirilməsini qeyd edirlər, göstərirlər. Lakin hansısa bir məktəbdə hər hansı bir şagirdin fərdi sərgisinin təşkili ilə əlaqədar tədbirə mənə gəlir ki, heç kəs rast düşməyib. Ola bilər, o ildə bir dəfə, nə bilim, neçə yüz məktəb içərisində bir dəfə belə bir tədbir ola bilər. Çünki mən izlədiyim müddətdə yalnız bir dəfə bir məktəbdə belə bir tədbirin keçirilməsinə təsadüf eləmişəm. Qalan vaxtı belə bir şey görməmişəm. Yəni, sözümün canı ondadır ki, belə bir tədbirin keçirilməsi hər bir şagirdə nəsib olmur. Yəni, o şagird o səviyyəyə gəlib çatmalıdır ki, onun istidadı o səviyyədə olmalıdır ki, onun məktəbdə müəyyən bir sərgisinin keçirilməsi, onunla əlaqədə bir tədbirin keçirilməsi planlaşdırılsın. Bizim bu Tərənə qızımız da istedadına görə digər şagirdlərdən fərqləndiyinə görə və bu marağı olan sahədə çoxlu nailiyyətlərə